Hamıya salam dostlar. Bakın ikinci ifşa gəlir. İkinci ifşa. İfşaya bax. Mənə botumsan yazdı. Çevrim dışı oldu. Burada yalanla söyle. Atır bu oyunu. Of daha yani. Bayaq da VC-yə çağırdım. Qaçdı. Dəvəti reddələdi. Ayda ikinci ifşa. İkinci ifşa. Davay ikinci ifşa geldi. İkinci ifşa. Botum. Sənə başa düşürəm. Amma üzr istəsən də sənə bağışlaya bilərəm. Məncə belə qaçmağa ehtiyac yoxdur. Ya belə. Davet reddedildi. Ay blək. Sokun bunun boyunu. Yan. Ne oldu? Gel lan. Kaçır. Dava ifşa. İfşaladım mesela, ifşaladım. İkinci videoya da bak. Mesela yalanla söz saat yazmaqla deyil qaqa. Eşidirsən nə var? Birinci onsuzda söhbət sən başladıbsan ha. Gəlmirsən də. Hələ 18 kupası ilə mən alvatır ya. Əsl hesabı 29.000'dir. Əsl ha. Nə? 18 kupa yan hesabı ilə gəl indi bu bombadır deyən görək. İndi gəl hopqa belə. Dəvətimi qəbul edəmir ay Allahı. Hayda yok pro. Açtım. Adi ama duydu. Ay bile qəbul elədi. Ayda qaqa ifşa videosu. İfşaladım sən yaxşı. Bir yaddan çıxarma bunu ifşalandım. İkinci ifşan gəldi. Sən belə ifşalana gedəsən. Səni ifşaya məhkum edirik. Of botum mənim, botum. Canay botum, canay botum. Ədə olayım, sən gələsənsə, gəlməyəsənsə də səni çıxarıram da arkadaşlıqdan. Yalandan qaçırsan. Botum. Nöqtə. İfşaladık qaqa bunu. İfşa. İfşaya gəldi qaqa. Hanı bu? Gəl. Ayda davet reddedildi. Botum mənim botum. Bot. Qaqa. Bak gördünüz həqiqətlər ortadadır. Birinci ifşada dedim bunu çox üstünə gəlməyib. İndi mənə bot yazdı, söz yazdı çıxdı. İndi attı da bu. Nəysə. Qısacası qaqa özün bu ikinci ifşası gəldi dostlar. Gördüyünüz kimi gözünüzün qabağında hər şey yaxşı. Gördünüz. Bu qədər sadə. Niyə də yəni niyə başladırsan belə şeyi? Sən başladıbsan, nə səbəblə davet reddedildi. Heç vecimə dalmayacam, gəl. Nə məxsul. Ona görə deyirəm dostlar, yəni belələrini heç vecimə almayın da. Birinci bir maç udub qaçırlar, eşidirsiniz. Olay birdən sizin də yanınızda gələr belə. Bir maç udub qaçırlar, nə bilim, sizə yaxşı üzlə gəlir, sənin abunəsən, sənin fanınam, nə bilim nə. Sonra bir maç udub, onu da salırsan, bir maç udur, şey eləyir. Bir maç udur deyir 10k. Ayda 10k. Oy. Aynen sənin 10k abunən var ya, baxma. Reis botunu yendim. Aynen yavrum. Yəni belələrini heç veriniz almayın da, onu demək istəyirəm. Boş danışırlar, boş. Beyinləri. İndi çağıram, qorxur, gəlmir. İfşa qaqa. İfşalandım. Sağda. Deyirlər ki, hürəm qaçıb. Botum ya. Botum. Nice. Hayda. Gel.
Neyse gördünüz atır boyuna. Heç nə demirəm. Daha siktir indi. Gel. Atılır. Gördüyümüz kimi atır boyuna. O söyüşü heç bəlkə mənasını belə bilmir də. Atır boyuna. Gördünüz də ifşaladıq bunda. Özünü cüzon hiss edir. Amma o söyüşə görə o sikerlər də. Videoda belə özünü söydürür də. Nəmi? Videoda belə özünü söydürür. Videoda belə yəni bu ikinci ifşası da atır boyuna. Heç vecmə də deyil. Kanalımdan da cizləyəcəm. Vecmə deyil. İstədiyin yaza bilər. Çünki nətər deyim, sənin vecmə alan yoxdur. Sən onsuz da ifşalanmısan. Bu söyüşlər daha da səni düşük hala salır. Daha da düşük hala salır hətta. Davay da. Sən getdin bloka, sən bir. Yəni sən kimi oyuncuları mən min bir dəfə bəlkə də oyun. Nə çox dedim hə. Min bir. Nəysə, amma yenə də atır boyuna. Başqa yolu yoxdur. Qaliba niyə başlanırsan? Başladanda nə olur indi? Hə, sən gəldin yalana abunəçi adını dedin. Sonra yalana 10k abunəm var dedin. Ayda, mənə nəsə güldür hə. 10k abunəm var. Mənim də 100 min abunəm var. Yoxsa 29 abunəyi hesabla şey deyirəm. Danışıram bəlkə məni tanımasın da. Çatmır. Elə olsaydı, onda mən 100 min olardım da. Yəni onun kimi türəmələr, primcilər 10 min olsaydı, dünya çox şey olardı dünyada. Bir maç tutmaqdan deyil, başa düşdüm. Yəni kim də nə istəyir yaza bilər. Onsuz da yəni burada mən düz oldum halda heç inanmıram kimsə gəlib yazar ki, sən səhvsən, sən beləsən, sən orada onu eləyə bilərdin falan filan. Kimi sözlərlə heç vecimə almaram, çünki mən bilirəm. Gəlib sənə bir abunəçi adı ilə, gəlib bir şirin sözlər, yəni VS ata bilərik falan. Sonra bir 10k abunəli, heç yox da, 0 abunəsi var. Abunəmlə var eləmirəm, çünki mənim də çox az bir abunəm var, düzdür. Ancaq yəni, mən durduq yerə toksikləmərəm, sənə kimi atvaram, başa düşdünüz də. Bilər. Bunda ölçü tuturdu. Sultan Süleyman'ı salır gönlere. Bye bye. Bilirəm qalıncadır, ona görə dəvətimi rədd eləmir. Elə bilir içimdə qalır. İçimdə qalmadı, onsuz da səni ifşalamışam. Elə bilir videoda deyiləm ya. Ay yazıq, ay yazıq. Mən əsl bədrannomlarından bilirsən. Onu da bilirsən. İndi yazır ki, bədrannom nədir? Ay da, gündəkdən cırlarım. İran qarşımıza gəldi. Bayaqçı yanımıza gəldi, qarşımıza gəldi. İran. Dur. Ay. İlk golü yedik. Bye bye. Vecmə deyirsəm də resmən. Yəni, sənə yalandan üzrə çıxıb, sənə ifşalamışam. Bir dəqiqə mən heç sənə vecmə almıram. Yəni, çünki rahatam qaqa. Bunun ifşasını çıxardım. Yaxşı yerə vaxtında ifşasını çıxarmışam. Durduq yerə gəldi, toksiklisən. Mən sənə bir şey biləyim. Mən varmışam sənə. Sənin qarşında pisliyim deyibsən, mən gəlib o toksikliyi eləyirsə də. Bot. Olca, səs də poldur deyə. Of, video gələcəkdi. Qaçmasaydı video gələcəkdi. Mən burada hamıya demirəm ha, o şey, bot sözü falan, ay bilər. Yəni, mən o qaqaşa deyirəm, bəzilər idi gəlib qudurması ki, nə, zorda getməsi kimsə.
Bu arada kulübün də videosu atacağım. Kulübə də gəlməyi unutmayın, yenə deyirəm. Okey? Okey. Bye bye dostlar. Bu günə ikinci ifşası gəldi.